Salam əziz izləyicilər. Bildiyimiz kimi ikinci və üçüncü qrupların blok imtahanlarının ikinci mərhələsinə təxminən bir həftə zaman qalıb. Bu yolda abituriyentlərimizə uğurlar arzulayırıq. İkinci Qarabağ müharibəsində, yəni 44 günlük müharibədə ordumuz çox böyük, şanlı bir qələbə qazandı və bunun nəticəsində 30 ildir işğal olunmuş Azərbaycan torpaqları geriyə qaytarıldı və dövlətin səyi nəticəsində soydaşlarımız mərhələlərlə öz ata-baba torpaqlarına geri qaytarıldılar. Mənfur qonşumuz üzərində qələbə çalmaq üçün ordumuz müxtəlif günlərdə müxtəlif döyüş əməliyyatları, gizli əməliyyat planları hazırlayırdılar. Bunlardan da biri də hərbi hava qüvvələrimizin həyata keçirdiyi və Qarabağ mücrüsü adlandırılan əməliyyatı idi. Ermənistan işğal etdiyi Qarabağ bölgəsində və ətraf rayonlarda dördlü müdafiə sistemi təşkil etmişdi. Və nəzərə alsaq ki, Qarabağ dağlıq bölgəsidir, dağlıq bölgədir və ərazinin və relyefində düşmənin lehinə idi. Və belə bir vəziyyətdə ordumuzun plansız hərəkəti çoxlu sayda canlı qüvvəsinin, ordumuzun canlı qüvvəsinin itirilməsi ilə nəticələnə bilərdi. Və belə bir vəziyyətdə bayaq da vurğuladığım kimi hərbi hava qüvvələrimiz düşmən üçün Qarabağ mücrüsü adlanan planını həyata keçirməyə başladı. Bu planın mahiyyəti ondan ibarət idi ki, Ermənistanın Qarabağda gizli yerlərdə yerləşdirdiyi belə hava hücumlarında müdafiə qüvvələrini tapıb onların məhv edilməsi nəzərdə tutulurdu və buna uyğun olaraq Azərbaycan ordusu, yəni hərbi hava qüvvələrimiz pilotsuz, eyni zamanda ucuz və köhnə təyyarələri Qarabağ səmasına qaldırdı. Və düşmən bunları Azərbaycanın həqiqi qırıcı təyyarələr olduğunu bilərək hədəfə almağa başladı və onların hərbi hücumlarda müdafiə qurğularının yerləri, koordinatları dəqiqləşdirildi və Azərbaycan ordusu həmin o koordinatlar əsasında Türkiyənin Bayraktar, eyni zamanda İsrailin Harop və Azərbaycanın istehsal elədiyi belə deyək, zərbə adlanan PUA-lar vasitəsilə dəqiq koordinatlar məhv edildi və düşmənin çox böyük bir canlı qüvvəsi məhv edildi və dağıdıldı. Və Qarabağ mücrüsü əməliyyatının nəticəsində gəlin lövhədə bir qeyd eləyək. Və Qarabağ mücrüsü planının nəticəsini biz qeyd elədik. Gəlin bir bunu nəzərinizə çatdırım. Birinci odur ki, canlı qüvvələrimizin itkisi minimuma endirildi. Bəli, hərbi hava qüvvələrinin müdafiə sistemlərinin ermənilərin məhv edilməsi nəticəsində bizim canlı qüvvələrimizin itkisi minimuma endirildi və nəticədə mühafizə birliklərimizin hücumu asanlaşdı. Üçüncü, Qarabağ səmasında Azərbaycan pilotları, yəni şahinləri üstünlüyü əldə etdilər və ən mühümü də dördüncü isə düşmənin hava hücumunda müdafiə sistemi tamamilə məhv edildi. Bu, Qarabağ mücrüsü əməliyyatının nəticəsidir. Və Qarabağ mücrüsü əməliyyatı nəticəsinin uğurlu olmasında hərbi hava qüvvələrimizin pilotlarının böyük səriştəsi və zəhməti nəticəsində əldə olunub. Lakin bu Qarabağ mücrüsü əməliyyatında 2 pilotumuz var idi ki, bu əməliyyat zamanı onlar şəhadətə qovuşmuşlar. Onlar kimləridir? Gəlin qeyd eləyək. Onlardan biri Zaur Nudurəliyev, ikincisi isə Ramiz Qasımov. Bu, hər iki pilotumuz Qarabağ mücrüsü əməliyyatı zamanı həm Zaur Nudurəliyev, həm də Ramiz Qasımov Qarabağ mücrüsü əməliyyatında şəhid oldular. Ruhları qarşısında baş əyirik. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Allah ordumuza qüvvət versin. Və sonda belə bir izah elədiyimiz mövzuya dair belə bir test çıxdı qarşımıza. Sualda deyir ki, 2-ci Qarabağ müharibəsində Azərbaycan ordusunun Qarabağ mücrüsü adlanan planın nəticələrinə aiddir. Bəli, izah elədiyimiz bu mövzu haqqında bu testin cavabı bir baxaq.
deməli, birincidə ki, mütahici birliklərimizin hücumu asanlaşdı. Bəli, izah elədiyimiz kimi bu Qarabağ müdürüçüsü planına əsasən mütahici birliklərimizin hücumu asanlaşmışdı. İkincidə yazıb dağlıq və meşəlik ərazilərdə keçirilən xüsusi təyinatlı qüvvələrin tərəfindən Şuşa şəhərinin azad edilməsi. Bu, Şuşa əməliyyatına aiddir, Qarabağ müdürüçüsünə aid deyil. Üçüncü, canlı qüvvələrin itkisi minimuma endirildi. Bəli, bizim izah elədiyimizin içində bu da var idi. Hərbi hava qüvvələrimizin inadlı müqaviməti nəticəsində canlı qüvvələrin itkisi minimuma endirilmişdi. Dördüncüdə yazıb ki, düşmənin hava hücumunda müdafiə sistemləri müharibənin ilk günlərində məhv edildi. Bəli, deməli bizim bu testdə düzgün cavabımız 1, 3 və 4. 1, 3, 4 düzgün cavab kimi qeyd edilir.